Yusif internetdən mətndən ibarət məlumatı açdı, yəni onu qəbul etdi və onu kompüterin yaddaşında saxladı. Deməli, informasiya proseslərinin ardıcıllığını müəyyən etməliyik. Həmin məlumatı internet üzərindən açdısa, onu qəbul etmiş oldu. Daha sonra onu kompüterin yaddaşında saxladı, yəni saxlama prosesi oldu. Faylın həcmi böyük olduğu üçün onun məzmununu ixtisar edib, yəni üzərində müəyyən əməliyyatlar apardı, emal etdi və onu yenidən yaddaşda saxladı, yenidən saxlama əməliyyatı etdi və sonda faylı e-mail vasitəsilə dostuna göndərdi, yəni onu ötürdü. Burada baş verən informasiya proseslərinin ardıcıllığını müəyyən etmiş olduq. Əvvəlcə həmin məlumatı qəbul etdi, saxladı. Emal etdi, yenidən saxladı və onu ötürdü. Doğru cavabı tapmış olduq.